Başa düşdün? Rəşadın sənətini danmaq olar, Mehmanın sənətini danmaq olar, Qaraçur Nami'nin sənətini danmaq olar, Aydının da sən Məşəd Babanın, bunlar böyük hərflərlə, qızıl hərflərlə yazılan sənətkarlardır. Başa düşürsən? Onun içində, nə bilim, yadımdan hamısı vüqardan tutmuş, nə bilim, qızlarlardan tutmuş. Haqqına danışın. Mənim ağzımı açmayla Yaşar. Aydına bir vaxtın mal pulu verən oğlanlar xəstəxanaya aparmırdılar onu sonra. Mən Aydının şəxsi həyatından danışmıram. Sən icazə versəz, mən də bir kəlmə Yekə oğlan sağlar bir qoymuşsan üstündə danışmırıq. Mən Aydın sənətindən danışıram. Mən Aydının narkomanlığından, mal vurmağından danışmıram. Aydın nə narkoman olub, nə mal vuran olub. Başa düşün, Aydın sənətkar olub. Valla bu söhbətdən yeri oraya bura, qardaş, bu söhbətdən Bağla söhbəti mən çıxıram, baxab sənin hesaba zəng eləyib görüşüb danışacaq. Bu söhbətdən yeri oraya, qardaş. Neyviz var, neyviz yox, açıb tökürsünüz, qardaş. Heç nə, ağa, xoş gəlmişsən.